Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən Mehdi Hüseynin Nişan Üzüyü hekayəsini oxuyuruq və bu hekayənin xırdalıqlarına toxunmağa çalışacağıq. Niyə görə? Çünki qiymətləndirmə materialıdır və sizin kesigəyə düşmə ehtimalı böyük olan əsərlərinizdəndir. Ona görə də diqqətli oluruq və əsəri oxuyuram. Deməli, əsərin hər bir xırdalığına diqqət etməyə çalışın. Niyə görə? Çünki bu dövrdə bilirsiniz ki, Azərbaycan dilindən, ədəbiyyatdan, ümumiyyətlə oxuyub anlama mövzusu daha qabarıqdır və oxuyub anlama uşaqlarda, biraz şagirdlərdə çətin deməli, oxuyub anlamaqda çətinlik çəkdikləri üçün hər bir mövzunun xırdalıqlarına fikir verin. Əgər siz oxuma anlamanız zəifdirsə, oxuduğunuz hər bir hekayədə diqqətli olmağa çalışın. Orada verilən deməli, hansı ağacdır, hansı meşədir, meşədə nə baş verdi, məsələn, hansı fəsil idi. Bunlara diqqət etmək lazımdır, diqqətli olmaq lazımdır. Ona görə də bir də görürsünüz ki, deyir, hansı fəsildə baş vermişdi, amma orada fəsil ötəri bir şəkildə göstərilir və yaxud fəsilin adı verilmir, fəsilin əlamətləri verilir. Sonra onu diqqətlə oxumadığınız üçün, yadda saxlamadığınız üçün o sualı cavablandıra bilmirsiniz. Başlayırıq. Qiymətləndirmə materialıdır, nişan üzüyü. Amma sizdən bir xahişim olacaq ki, dərsə başlamamışdan əvvəl kanala abunə olmağı, abunə olmadan baxan izləyicilərimiz kanala abunə olun. Yalnız təhsilə aid olan bir kanaldır və paylaşmağı, təbii ki, videolarımızı bəyənirsinizsə, bəyənməyi də yaddan çıxartmayın. Başlayırıq. Hər gün, yox, hələ gün çıxmamışdı. Təkdən bir əsən meh həyətdəki badam ağacının xırdaca yarpaqlarını tərpədirdi. Biraz bundan əvvəl samavara od salıb yan tərəfdə oturmuş Əminə xala yarpaqların pıçıltısını eşidirdisə də buna əhəmiyyət vermirdi. Onun gözləri yol çəkirdi. Baxın, kimin adını eşitdik? Əminə xalan. Əminə xala neyniyirdi? Samavara od salırdı. Dedim indi, baxın, burada hər xırdalığa fikir verin. Necə bir hava şəraiti vardı? Xırdaca meh əsirdi. Görürsünüz, ağacın adını da verib, badam ağacı vardı. Və həyətdə deyir, xırdaca bir meh var idi. Və onun gözləri yol çəkirdi. Yəni, fikirli idi bu şəkildə. Gözləri yol çəkirdi. Ana, dünən çox vuruşduq. Qabağımızdakı faşistlərin sayı bizdən 5 dəfə çox olardı. Onların pulemyotları yağış kimi güllə yağdırırdı. Mən komandirimizin sol tərəfində durmuşdum. O bərk yaralandığına baxmayaraq bizə ürək-dirək verirdi. Mənə də tez-tez qorxma Salman deyirdi. Gözlə, lap yaxına gələndə atarsan. Mən əlimdəki qumbaranı hazır tutub düşmənin daha da yaxınlaşmasını gözləyirdim. Onlar sürünə-sürünə qabaqdakı dikdirə çıxdılar. Mən az qala nəfəs almayıb, deməli, bu, yəqin ki, oğlunun yazdığı bir məktubdur. Ana o məktubu düşünür deyə, ona görə də onun, deməli, gözləri yol çəkir. Mən niyə bunları sizə ehtimallarla deyirəm ki, yəni, mövzunu tam şəkildə sizə əvvəldən danışsam necə olar? Hansısa bir kinoya baxanda necə olur? Siz üçün maraqsız olur da, axır kinonun sonunu bilirsiniz, düzdürmü? Burada da yəni ehtimallarla deyirəm ki, yəni siz onları ehtimal eləyə gedəsiniz, diqqətli olasınız. İndi burada nə edir? Ananın gözləri yol çəkir. Niyə görə? Ananın oğlu yanında deyil. Görürsünüz, bu dırnaq içərisində verilib. Bax, diqqət eləyin, dırnaq içərisində verilib və 3 nöqtə var. 3 nöqtə o deməkdir ki, yəni bundan əvvəl, məktubun əvvəli olubdu. Bundan əvvəl salam, necəsən, nə bilim, hal əhval soruşubdu. Anası üçün yəni müəyyən bir sözlər olubdu. Daha sonra başlayır anası üçün cəbhədə baş verən deməli, hadisələri anlatmağa. Onları çalışır danışmağa anası üçün. Ki, yəni mən əlimdə nə tutmuşdum deyir, qumbara tutmuşdum. Baxın, belə suallar düşmüş olur ki, əlində tüfəngini tutub, deməli, avtomatda tüfəng, yəni ovda olur. Avtomatını əlində tutub, düşmənin yaxınlaşmasını gözləyirdi. Deyərsiniz ki, belə bir epizod var idi da, düzdür, düşmənin yaxınlaşmasını gözləyirdi, mən bunu oxumuşam.
Bu variantı düz götürə bilərsiniz. Axı o əlində avtomat tutmayıb. O əlində qumbara tutubdu və düşmənin yaxınlaşmasını gözləyir. Görürsünüz, bu hissələrə, bu detallara fikir verməyəndə gəlib oxuyub anlamada səhvliklər eləyə bilirik. Deməli, əlində tutduğu nədir? Qumbaradır. Oğlanın adı nədir dedik? Oğlanın adı da Salmandır. Ananın adı nədir? Əminə xaladır. Sonra, deməli, oğlanın adı dedik? Salmandır. Daha sonra davam eləyir. Mən az qala deyir, nəfəs almayıb komandirin əmrini gözləyirdim. Komandir əli ilə səbr elə işarəsini verə-verə gözlərini düşmən gələn tərəfdən çəkmirdi. Birdən faşistlər ayağa qalxıb üstümüzə şığıdılar. Baxın, komandir əli ilə deyir, əli ilə səbr et işarəsini verir. Deyər, orada komandirlə söhbətimiz nəticəsində komandir deyir ki, gözlə. Söhbət eləmirlər. O sadəcə əl işarələri ilə səsləri çıxmasın deyə. Yəni, komandir nitqlə, dili ilə bunu söyləmir. Mən əlimdəki qumbaranı atdım. Bilmirəm, 4-ünü mü, 5-ini mi, toz torpağa qarışıb qaldım. Ana, mənim gülləm qurtarmışdım. Süngü davası başlandı. Gərək özün burada olub görəydin, yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. Vuruşduq, nə vuruşduq? Bax, özlərini nəyə bənzədir? Deyir ki, hərəmiz bir aslana dönmüşdük. Özlərini aslana bənzədir. Burada bir təşbih var ki, hərəmiz bir aslana dönmüşdük. Bənzətmə var. Bədii təsvir vasitəsi. Deyir, gərək sən özün olaydın, gözünlə görəydin ki, biz nə vuruşduq da, yəni əlbəyaxı olurlar. Faşistlər zərbəmizə dözməyib geri qaçdılar. Ax xana, bu vaxt Pulemyotun bircə daraq gülləsi olaydı. Gör, onda heç bir faşist də qaçıb qurtara bilərdimi? Bircə daraq deyəndə, yəni bir dənədən getmir də, bir darağın üstündə müəyyən qədər güllə olur. Deyir, yəni onlar olaydı. Deyir, gör, heç bir faşist qaçıb deyir, bizdən qurtara bilərdimi? Yəni mən onlara icazə verməzdim. Yəni özünü o dərəcədə, axı deyir, aslana dönmüşdüm. Gücü özündə hiss eləyir ki, yəni məndən güclü bu dəqiqə heç kəs yoxdur. O şəkildə hiss eləyir. Sonra Əminə xalanın gözləri yol çəkirdi. Oğlunun məktubunu azı 7-8 adama oxutdurub, tamam əzbərlədiyi halda bir də təzədən oxumağa bir adam axtarmaq fikrinə düşdü. Onun xəyalında ancaq bu sözlər dolanırdı. Bircə daraq güllə, neyləyim? Bu iş əlimdən gəlmir oğul, yoxsa bir daraq nədir? Lap 100 daraq yollardım. Qalın corab deyil ki, gündə 3 cüt toxuyum, neyləyim? Yəni, ananın fikrində var ki, oğluna bir daraq güllə lazımdır. Fikirləşir ki, o gülləni mən ona necə verim? Yəni, bu corab deyil ki, bu mənim əlimdən gələn şey deyil. Bunu oturum, toxuyum. Bir də baxın, burada nə vardı? Deyir ki, ana 7-8 adama oxutdurub, tamam əzbərlədiyi halda. Düşər ki, ana savadlı idi, ana özü oxumuşdu məktubu, ana məktubu 7-8 dəfə oxumağına baxmayaraq yenidən oxuyurdu. Bu şəkildə düşərsə, təbii ki, o cavabı götürmək olmaz. Və yaxud açıq tipli sual şəklində qoyar sizə ki, ana savadlı idimi? Ana məktubu məsələdə oxumağında oxumuşdu, o oxuyub, neçə dəfə oxumuşdu, oxuyub nə əldə etmişdi. Bu şəkildə suallar verib sizi çaşdıra bilər. Yadınızda qalsın, ana oxumağı bacarmır. Ana məktubu kiməsə aparıb, oxutdurub, əzbərləmişdi. 7-8 dəfə kimsə o məktubu oxumuşdu və ana da həmən məktubu əzbərləmişdi. Əminə xana samavarın səsinə fikirdən ayrıldı. Tez durub samavarın qapağını götürdü. Yanaqlarına dəyən isti buğdan üzü, alnı tərlədi. Neynəyim oğul, samavar deyil ki, o dəqiqə çayını dəmləyim, hazır eləyim. Ananın xəyalından qəribə bir fikir keçdi. Yox, sənə güllə yollamayacağam. Onu hökumətimiz verər. O heç vaxt sənin darda qalmağına razı olmaz. O heç vaxt sənin darda qalmağına razı olmaz deyəndə, o deyəndə kimi nəzərdə tutur? Təbii ki, hökuməti nəzərdə tutur ki, yəni dövlətimiz, hökumət deyəndə indi uşaqların bəziləri deyər, müəllim, hökumət nə deməkdir? Adətən dövlət mənasında bilirsiniz. Yəni dövlətimiz, xalqımız, bu məna dövlətimiz yəni. O heç vaxt səni darda qoymağa razı olmaz. Yəni əlindən bir şey gəlmir ananın.
Deyir, yox, sənə güllə yollamayacağam. Mən səndən ötürü qiymətli bir şey saxlamışam. Var dövlətdən kasıb da olsam, dar gündə düşmənə möhtac olmaram. Əminə xala sonra yadımdan çıxar deyə fikirləşib evə girdim. Divar şkafının lap yuxarı gözündən alabəzək bir boğça çıxarıb döşəməyə qoydu. Əli titrəyə-titrəyə boğçanı açdı. Burada hər nə desəm vardı. İpək, şal, müxtəlif rəngdə qadın corabları, parçalar. Baxın, deyər ki, burada hər nə desəm bu boğçanın içində vardı. Yəni digər əşyaların adını sayar. Ona görə də diqqətli olun. Burada nə var idi? İpək, şal, müxtəlif rəngdə olan qadın corabları. Deyər ki, boğçanı açdı, içi qırqızılla dolu idi, daşqaşlarla dolu idi. Belə bir şey deyə bilər, qızıl saatı var idi deyə bilər. Məsələn də belə bir şeylər anlada bilər, amma oradan nə çıxır? İpək, şal, müxtəlif rəngdə olan corablar, parçalar, yəni bu tipli şeylər var idi. Hamısını oğlunun nişanlısı üçün saxlamışdı. Boğçadakı şeyləri Əminə xala deməli düz 10 ildə alıb yığmışdı. Hər dəfə açıb baxanda ürəyi tel-tel olurdu. Ölməyib o günü görsəydi, heç dərdi olmazdı. Deməli, oğlunun nişanı üçün alıb yığdığı şeylərdir. Baxın, düşər ki, deməli, ana o allı bəzəkli boğçanı götürdü. Bu allı bəzəkli boğça ananın deməli, öz gəlin gələndə gətirdiyi bir cehiz boğçası idi. Belə bir düşə bilər. Yəni, ananın özünə məxsus bir boğça idi. Belə düşə bilər. Amma ananın özünə məxsus bir boğça deyil də. Bu boğçanı təbii ki, oğlu üçün hazırlamışdı. Oğlunun nişanı üçün. Nə qədər müddətə yığmışdı? Düz 10 ildə alıb yığmışdı, deyir bunları və o günü görmək üçün deməli, ürəyi tel-tel əsirdi ki, ölməyib, kaş o günü görəydim. Yadınızda qalsın, yenə deyirəm, birdən düşər ki, ananın cehizlik boğçası idi, xeyr, oğlu üçün nişan boğçası yığmışdı 10 il ərzində. Əminə xala parçaların arasında nə isə götürüb yaylağa bükdü. Qoynunda gizlətdi, sonra gəlib samavarımızın üstünə qoydu. Uşaqları səslədi. Mizin üstünə deyəndə deyərsin, müəllim, miz nədir? Miz bilirsiniz, belə padnos deyirik evdə adətən. O padnos kimi bir şeydir, yəni misdən olur, misdən olur, o samavarın altına qoyulur. Yəni stolun üstündə olur və o stolun üstündəki samavarın altında olur. Samavar da onun üçün, yəni məxsusi samavar üçündür o, yəni padnos deyəndə onlar qab-qacaq daşıyıb aparıb gətirmək üçün deyil. Məxsusi samavar üçündür. Sonra qalxın bu qədər də deyər ki, burada yəni bir anadır, bir də Salman var, digər obraz. Bu uşaqları səslədir. Burada yəni digər bir uşaqlar da var. Qalxın bu qədər də yatmaq olar. Yayın isti gecəsindən sonra bir qədər sərinlənən havada uşaqlar rahat nəfəs ala-ala yatırdılar. Onlar qalxıb geyindilər. Bir dəqiqədə sual-cavab başladı. Baxın, hansı ayda baş verir hadisələr? Yayın isti gecəsi. Gördünüz? Burada nə deyir? Yayın isti gecəsi. Deməli, söhbət yay fəslindən gedir. Hansı fəsildə baş verib? Yayda. Uşaqları qaldırır ki, bu qədər də deməli, yatmaq olar, deyir, durun. Onlar qalxıb geyindilər, bir dəqiqədə sual-cavab başlandı. Geyinən kimi də tez başlayırlar sual-cavab eləməyə. Ana, dünən samavarı aparıb fonda vermədin. Ana, mis qazanı aparmadın. Uşaqsınız, oturun yerinizdə. Onu mən bilərəm. Dedin, amma aparmıram. Dedin, amma aparmıram. Niyə ki, ana? Dedim, amma deyir, aparmıram. Ana deyir ki, mən dedim, amma aparmıram. Uşaq təzədən sual verir ki, niyə ki, ana? Sonra sual düşər ki, ananın bir övladı var da, Salman. Görürsünüz, ananın tək bir övladı yoxdur. Ananın digər uşaqları da var. Sadəcə uşaqların sayını burada bilmirik. Amma bilirik ki, ananın Salmandan başqa digər uşaqları da var. Bu suallar verilənə qədər, deməli bu uşaqlar bu qardaşlarına nəyinsə lazım olacağından xəbərdar idilərmi? Görünür ki, xəbərdardılar və ana o haqda danışıb ki, fonda yardım etməliyik və yaxud xəbərdar deyirlərsə də ana fonda yardım etməklərindən xəbərdardır uşaqlar. Bilirsiniz, ona görə də uşaqlar suallar verirlər ki, mis qazanı apardın mı, dedin aparacağım. Yəni bu kimi suallar verirlər. Bu suallar verilənə qədər bir az hirsli olan ana xeyli yumuşaldı. Əvvəlcə balacalardan biri soruşdu. Amma indi ikisi də gözünü ona dirəyib, kipriklərini qırpmadan cavab gözləyirdi. Samavardan nə olacaq? Soruşdum, dedilər. Ondan cəmi cümlətanı 3-4 top gülləsi çıxar.
Azdır da. Ayıp değil mi? Ne var? Ne var? Əminə arvad fonda 4 top gülləsi verib. Yox, aparmıram. Deməli, uşaqlar söhbətdən xəbərdardır. Bilirlər ki, qardaşlarına güllə lazımdır. Ana ondan ötürü aparıb verməlidir bunu. Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. Çıxışlar qurtarandan sonra kimsə xəbər aldı. Bəs Əminə xala müdafiə fondunda bir şey vermir. Yerdən səs gəldi. Əşi, kasıb arvaddır, nə verəcək? Ömründə söz alıb danışmayan Əminə xala elə bil bunu gözləyirdi. O yerindən partladı. Niyə? Nə olub? Kasıbın qeyrəti olmaz. Mənim toxuduğum corablar həmişə birinci növə düşübdü. Daha mükafat almaqdan yorulmuşam. Kasıb niyə oluram? Görürsünüz, kasıblığını burada boynuna almaq istəmir ki, kasıb niyə oluram deyir. Kasıbın qeyrəti olmaz. Müdafiə fondunda deməli artel fəhlilər deyəndə nə nəzərdə tutulur? Yəni artıq kəndin o fəhlələri, bunun corab toxuduğu yer ki var, o yerin fəhlələri yığışıblar, fonda yardım üçün hələ bir şey verir də. Biri samavar verir, biri mis qazan verir, biri nə bilim tüfəngi varsa tüfəng verir, kimsə də nələrsə verirlər ki, getsin ondan güllə düzəltsinlər. Fonda yardım eləyirlər. Və yerdən deyiləndə ki, Əminə xala da heç vaxt danışmayıbdı, amma onun toxuduğu corablarda həmişə birinci olub, mükafat alıb. Deyirlər, kasıb arvaddır, nə verəcək? O zaman ona toxunur ki, mən niyə kasıb oluram da? Yəni, mənim corablarım həmişə birinci yerdə olub. Heç kasıb zat da deyiləm. Digər yenə deyir ki, kasıb niyə oluram ki? Niyə hirslənirsən Əminə xala? Hirslənirəm ona görə ki, haqqım var. Adam danışanda biraz fikirləşsə yaxşı olar. O bu sözlər deyə əlini qoynuna saldı. Oradan səhər yaylığa bükdüyü şeyi çıxartdı. Hələ açıb göstərməmiş sözünü deyib qurtarmağa çalışdı. Dava qurtaranacan hər ay 5 günlük məvacibim, bir mis qazan, bir mis samavar. Yaz da nə durmusan deyir. Üzümə niyə baxırsan? Bir də ki, bir üzük. Oğlumun nişan üzüyü. 3000 manat vermişəm, yaz. 3000 manat vermişəm, yaz. Deyir ki, deməli, durur ayağa. Niyə görə qarşısındakı adam donub baxır? Çünki yazmır. Ona görə ki, Əminə xalanın bu qədər şeyi gətirib verməyinə, Əminə xalanın belə cəsarətli olmağına qarşısındakı insan donur ki, yəni o mis samavar verir, mis deməli qazan verir. Hər ay deyir, baxın demir ha bir gün. Deyir, hər ay 5 günlük məvacibim. Məvacib nədir? Bilməyənlər qeyd etsin. Məvacib yəni maaş deməkdir, maaş. Yəni gündə aldığı əmək haqqısı da. O əmək haqqının, yəni hər ay 5 günlük əmək haqqımı verirəm deyir. Bir mis qazan verirəm, bir mis samavar verirəm, yaz bunları deyir. Bir də deyir, oğlumun nişan üzüyünü verirəm. 3000 manat vermişəm deyir, yaz. Yəni yaz deyir qarşısındakı adama ki, donub baxmadı, o dona baxır. Daha sonra Əminə xalanın yaxşı tanıyan müdür razı olmadı. Yox, onu saxla. Axı o sənin üçün çox qiymətlidir xalam. Deməli buna kim razı olmur? Kim razı olmur? Birdən düşər ki, buna deməli işlədiyi öz ətrafındakı fəhlələr, yəni öz iş yoldaşları razı olmur, uşaqları razı olmur, düşə bilər. Bu şəkildə düşə bilər, qonşusu razı olmur, düşə bilər. Kim razı olmur? Müdür. Müdür niyə razı olmur? Çünki onu yaxşı tanıyan biri idi. Yaxşı tanımaq nə deməkdir burada? Yəni bilirdi ki, o nişan üzüyünü nəyin bahasına alıb, necə alıbdı, necə pulunu yığıb alıbdı, onu bildiyi üçün orada yaxşı tanıyan müdür deyilir. Yox, onu saxla. Axı deyir, o sənin üçün çox qiymətli. Deməli, o üzüyün onun üçün qiymətli olduğunu müdür bilir. Deyirsən, mənim üçün çox qiymətlidir. Yox, bundan da qiymətli olan var. O nədir xala? Müdür soruşur ki, o nədir? Əminə arvadın səsi birdən titrədi. O indi bir ana kimi cavab verdi. Oğlum, deyir mənim, yəni bu qarşısındakı müdürə demir, ha, deyir oğlum, ona güllə lazımdır. Bildin? Yəni deyir, vacib olan şey deyir, oğlum, ona güllə lazımdır.
Yəni mənim oğlumdur deyir, mənə lazım olan, ona güllə lazım deyir. Bildiyin sual da verir. Axırdakı, yəni sən bunu bildin. Bu şəkildə deməli gördünüz ki, necə maraqlı bir hekayədir. Hekayəni oxudum, tam şəkildə sizə təhlil etdim. Burada hansı fəsildə baş verir? Yay fəslində baş verir. Ana deməli nəyi gətirir, verir? Nişan üzüyünü verir. Düşər ki, anan öz nişan üzüyüdür. Xeyr, ana oğlu üçün 10 il müddətində deməli oğlu üçün bağladığı boğçanın içərisindən götürür o nişan üzüyünü. 10 il müddətində oğlu üçün yığıb, düzüb qoşduğu o ipək parçaların, deməli şalların arasından, o bərbəzəkli boğçadan, nişan boğçasından oğlunun nişan üzüyünü götürür, gətirib verir. Ana kasıb olduğunu boynuna alırmı? Xeyr, boynuna almır. Ana hər kəsdən çox verir ora. Yəni güllə üçün fonda daha çox pul verir. Deməli 3000 pul verir. Hər aylıq nəyə boyun olur ana? Deyir, bir mis qazan verəcəm, bir samavar verəcəm. 5 günlük məvacibim, yəni maaşım tutulsun, fonda yazılsın. Sonra da deyir, yaz da bunları. Niyə görə deyir yaz? Yəni o adam donub qalmışdı. Ananın oğlunun adı nə idi? Cəbhədə olan oğlunun adı Salman idi. Ananın neçə uşağı var idi? Bilmirik. Ananın Salmandan başqa uşağı vardı mı? Var idi. Ana savadlı idi mi? Onu da yəni bilirik ki, ana savadsız idi. Hardan bilirik? Çünki ana 7-8 dəfə məktubu digər kimlərəsə oxutturmuşdu. Yenə də əzbərlədiyi halda oxutturmağa adam axtarırdı. Bu şəkildə hansı fəsildə baş verir? Yay fəslində baş verir. Hansı ağacın altında meh əsirdir? Badam ağacının yarpaqları mehdən tərpəlir. Bunlar oxuyub anlamadı. Bütün xırdalıqlara diqqət etməliyik və bu hekayəni bu şəkildə bax sizin üçün təhlil etdim. İndi bundan sonraki videoda bunun kiçik qiymətləndirmə summativi sizin üçün çəkəcəm və onda təbii ki, özünüz görəcəksiniz ki, summativə baxanda artıq bu videonu dinləyən uşaq summativi daha rahat işləyə biləcək. Bu qədər, növbəti videoda görüşərik. Sağ olun. Nəyə ehtiyac varsa deyin, onu çəkim sizin üçün. Sağ olun, növbəti videoda görüşərik.